Salam, hər vaxtınız xeyir olsun, əziz şagirdlər. Bugün 10 iyun 2018-ci il tarixində birinci ixtisas qrupu üzrə keçirilmiş sınaq imtahanında istifadə olunmuş fizika fənnindən suallarına baxırıq. Deməli, birinci sualımız belədir, 26-cı sualdan başlayırıq. Deyirik ki, cisim yer səthinə birinci kosmik sürətlə, biraz yaxınlaşdıraq. Cisim yer səthinə birinci kosmik sürətlə şaquli yuxarı atılmışdır. Və şəkil çəkirik. Bir dənə M kütləli bir cisimdir. V0 sürəti ilə şaquli yuxarı atılıb. Düzdür. Maksimal qalxma hündürlüyünə qədər. Tutaq ki, maksimal qalxma hündürlüyü bura qədərdir. Buradan bu cisim qalxır yuxarı. Hündürlüyə qədər bu cismin hərəkəti necə hərəkətdir? Bir cisim, kütləsi M olan bir cisim yuxarı atılır. Düzdür. Və yuxarı getdikcə dedik ki, bunun qravitasiya sahəsinin intensivliyi J ədədi qiymətinə baxırıq. Düsturu, qravitasiya sahəsinin intensivliyinin düsturu kiçik J bərabərdir. Böyük J vurulsun, böyük M bölünsün R plus H-ın kvadratı. Hündürlük artdıqca qravitasiya sahəsinin intensivliyinin qiyməti azaldı mı? Bəli, azaldı. Onda V0 yuxarı, qravitasiya sahəsinin intensivliyinin istiqaməti də həmişə aşağıdır. Və bu cisim yuxarı maksimal hündürlüyə qalxdıqca necə hərəkət icra edir? Qravitasiya sahəsinin intensivliyinin qiyməti azalır deyə azalan təcil. Və V0 ilə J-nin istiqaməti əks olduğuna görə onda deyirik ki, azalan təcillə yavaşlayan hərəkət. Bərabər sözü yoxdur. Azalan təcillə yavaşlayan hərəkət. Bu oldu 26-cı sualın cavabı. Oldu A variantı. İndi keçirik 27-ci suala. Görə 27-ci sualda bizə nə deyir? Deyir ki, induktivliyi L olan, induktivliyi 1 Henry olan, bilirik ki, 27-ci sual. İnduktivlik L hərfi ilə işarə olunur və ədədi qiymət verir ki, 1 Henry'dir. Sarğacdakı cəryan şiddəti 3 dəfə artırdıqda, yəni I2 bölünsün I1 bərabərdir 3'dür. Sarğacın maqnit sahəsi enerjisi 16 joule artdı. Yəni əvvəl bilmirəm nə qədərdir, amma sonrakının qiymətini tapmaq üçün əvvəlkinin üzərinə 16 vahid gəlirəm. Sarğacdakı cəryan şiddətinin başlanğıc qiymətini istəyir. Məndən cəryan şiddətinin başlanğıc qiymətini istəyir. Yəni I1'i istəyir. Buna görə də biz maqnit sahəsinin enerji düsturunu yazanda W maqnit bərabərdir nə yazırıq? L vurulsun I kvadratı bölünsün 2. Yəni maqnit sahəsinin enerjisi I ilə necə mütənasibdir? Kvadratik düz mütənasib. Yəni W2'nin W1'ə nisbəti bərabərdir. I2 bölünsün I1'in kvadratı uşağı. Onda indi deyirik ki, W2'nin W1'ə nisbəti bərabərdir. I2 bölünsün I1'in 3 olduğundan 3'ün kvadratı da bizə verir 9. Və biz buradan W2'ni bərabərdir 9, W1 tapmış oluruq. Və bizdə də şərtdə vermişdi ki, W2 bərabərdir W1 plus 16. W2 bərabərdir W1 üzərinə gəl 16. Belə bir sistem tənlikdən biz W1'i tapa bilərik. Yəni W2'nin yerinə 9W1 yazsaq bərabərdir W1 üzərinə gəl 16. Buna bir deyək. 8W1 bərabərdir 16. Bu zaman deyərik ki, W1 bərabərdir 2 joule. Onda bizdən cəryan şiddətinin birinci qiymətini istəyir. Bu zaman yazırıq ki, W1 bərabərdir L vurulsun I1'in kvadratı bölünsün 2. Buradan I1'i kvadrat olduğu üçün tapdıqda kökə çalırıq. 2 W1 bölünsün L. O da bərabərdir. Deməli, I1 bərabərdir olacaq. Kökün altında 2 vurulsun. W1'i neçə tapmışdıq? 2. 2 vurulsun 2 bölünsün 1. Bu da eləyər 2 amper. Yəni doğru cavabımız olacaq 27'də cəbəndi. Keçirik indi 28-ci suala. Ümidvaram ki, başa düşdünüz həlli qaydasını. 27-ci sualın həlli qaydasını bir də baxa bilərsiniz özünüz üçün.
Keçirik 28-ci suala. 28-ci sualda bizə deyir ki, foto effektin volt amper xarakteristikasının hansı nöqtəsinə görə doyma cəryan şiddətini müəyyən etmək olar? 28-ci sual. Dedi ki, metalın səthində elektronların qopması foto effekt adlanır. Foto effekt üçün volt amper xarakteristikası, yəni cəryan şiddətinin gərginlikdən asılı qrafikini çəksək. Bunda bu şəkildə olar. Qrafikimiz belə bu şəkildə bizə verilir. Düzdür? Bu nöqtəmiz deyirik ki, o saxlayıcı gərginlik, yəni ləngidici gərginliyə bərabərdir. Və bu nöqtəmiz olacaq doyma cəryan şiddəti. Doyma. Burada uyğundur 5 nöqtəsi. Deməli, doğru cavabımız 28-də D variantı. Keçirik indi 29-cu suala. 29-cu sualda bizə deyir ki, 29. Sabit gərginlik mənbəyinə qoşulmuş. Baxın uşaqlar, müstəvi kondensator sabit gərginlik mənbəyinə qoşularsa, deməli gərginliyimiz nədir? Sabitdir. Müstəvi kondensatorun lövhələri arasındakı məsafəni 1,2 dəfə azaltdıqda. Biz dedik ki, müstəvi kondensatorun lövhələr arasındakı məsafəni işarə eləmişik D ilə. Onda D bərabərdir neçə eləyəcək? 1,2. Azaltdıqda kondensatorun elektrik sahəsinin enerji sıxlığı necə dəyişər? Bizə lazımdır omega 1 bölünsün omega 2 bərabərdir nə? Suala. Enerji sıxlığını istəyir və gərginlik sabitdir. Düsturu indi hazır olaraq yadda da saxlamaq olar və ya çıxarılışını da vermək olar. Belə deyə bilərik, kondensatorun enerji sıxlığı bərabərdir. Kondensatorun enerjisi bölünsün onun həcminə. Məndə nə sabit idi? Sabit gərginlik mənbəyinə qoşulmuş, yəni gərginlik sabitdir. Ona görə də yazıram CO kvadratı bölü 2. Dedik ki, kondensatoru bir silindir formalına oxşatacaq və silindir formalı kondensatordur. Həcmin yerinə SD yazırıq. Onda enerji sıxlığı bərabərdir. Kondensatorun elektrik tutumunda epsilon 0 S bölünsün D vurulsun 2S vurulsun D vurulsun U kvadratını da yaddan çıxartmayaq və burada artıq ixtisar eləyək və düsturumuz alındı. Əgər kim hazır bilirsə, vaxt qazanmaq üçün hazır düsturu yaza bilər. Yəni epsilon 0 U kvadratı bölünsün 2D kvadratı. Düsturumuz oldu bu şəkildə. Və bilirik ki, U kvadratı bölünsün D kvadratda intensivliyi verir. Yəni intensivliklə də əlaqə düsturu var və elektrik yükü ilə də enerji sıxlığına əlaqə düsturu var. Vaxtımız biraz məhdud olduğu üçün ona görə tez məsələni həll eləyək. Enerji sıxlığı ilə kondensator lövhələri arasındakı məsafə tərs mütənasibdir. Deməli, o W2-nin W1-ə nisbəti bərabərdir. D1 bölünsün D2-nin nəyi olacaq uşaqlar? Kvadratı. D1 bölünsün D2-ni mənə neçə verib? Deyir ki, lövhələr arasındakı məsafəni azaltdıqda 1,2 verdiyinə görə burada da yazırıq 1,2-nin kvadratı. Onda W2 bölünsün W1 bərabərdir. 1,2-nin kvadratı da bizə verəcək nəyi? 1,44-dür. Yəni, kondensatorun elektrik sahəsinin enerji sıxlığı 1,44 dəfə artacaq. Yəni, doğru cavabımız C bəndi. O da oldu 29-cu sual. İndi keçirik 30-cu suala. Görək 30-cu sualda bizə nə deyilir? Deyilir ki, şaquli istiqamətdə yuxarı atılan cismin impulsun modulun zamandan asılı qrafiki verilmişdir. Baxırıq, impulsun zamandan asılı qrafiki mənə verilib və nəzərimdə saxlayıram ki, bu cisim, yəni kütləsi M olan bir cisim şaquli yuxarı atılıb. Şaquli yuxarı atılmada, yəni burada biz bir də fikirləşərik hansı qüvvənin təsiri ilə bu cismin hərəkəti baş verir. Onu biz yadımıza salarıq. J bərabərdir 10 metr bölünsün saniyə kvadratı. Qravitasiya sahəsinin intensivliyini verib. Deməli, cismin kütləsini hesablayın. Cismin kütləsini istəyir. Biz bilirik ki, hərəkətin başlanğıcı 20-dir.
impulsun başlanğıc qiyməti 20, son qiyməti isə 5-dir. Çünki yuxarı getdikcə hərəkət yavaş-yavaş azalır. Və 5 saniyə müddətində son impulsu oldu 5. Əla. Biz belə bir düstur yazmışdıq. Delta P bərabərdir F vurulsun delta T. Onda biz deyərik ki, delta P'nin yerinə yazıram. P2 çıxılsın P1 bərabərdir. Bu cismin hərəkəti yalnız ağırlıq qüvvəsinin təsiri altında baş verdiyindən mgt, yəni buradakı F'in yerinə, baxın bu F'in yerinə nə yazdım? Ağırlıq qüvvəsini nəzərə aldım. Mg yazdım. İndi burada delta P biz bilirik ki, yavaşan hərəkət olduğu üçün, yəni bu impulsun modulunu götürərik. Onda 5-dən 20 çıxanda -15 biz onun modul qiymətini götürərik. Yəni 15. 15 bərabərdir. M qalsın yerində məndən M-i istəyir. Jeni verib 10. T-ni də 5 saniyədədir. İstəyir. Onda M bərabərdir 15 bölünmüş 50. 15-i də 50-yə böləndə uşaqlar M bərabərdir neçə eləyər? 0,3 kiloqram. Yəni doğru cavabımız 30-cu sualda da C bəndi. Keçirik indi. Ümidvaram başa düşdünüz. İmpuls zaman qrafikində başlanğıc sonu təyin elədim. Zamanın 5 saniyəsində və düsturu yazaraq, qüvvə impulsun düsturunu yazaraq məsələni həll etmiş olaraq. İndi gəldik 31-ci suala. 31-ci sualda bizə nə deyir? Deyir ki, düzxətli bərabər yavaşlayan hərəkətdə sürət və təcil vektorları arasındakı bucaq neçə dərəcədir? Baxın, düzxətli bərabər yavaşlayan. Tutaq ki, cisim, M kütləli bir cisim, üfüqi müstəvidə sağa doğru hərəkət eləyir. Bir V sürətini. Düzdür. Bərabər yavaşlayan hərəkət etməsi üçün ona təsir edən təcil isə sola olmalıdır. Və sürət və təcil arasındakı bucaq neçə dərəcədir? Deməli, baxın, budur sürət və təcil arasındakı bucaq. Bu bizə verir neçə dərəcəni? 180 dərəcə. Yəni düzxətli bərabər yavaşlayan hərəkətdə sürət və təcil arasındakı bucaq 180 dərəcədir. Ona görə də 31-ci sualın cavabı E variantı. Keçirik indi uşaqlar 32-ci suala. 32-ci sualda bizə nə deyilir? Əla optikada olan sualdır. Bizə deyir ki, optik qüvvəsi eyni olan iki linza göstərilmişdir. Əla optik qüvvə, hər ikisinin optik qüvvələri eynidir. Və bu linzalar necə linzadır deyirik? Toplayıcı linzadır. Nazik linza kimi toplayıcı linzadır. Bura verilib F vektoru. Burada verilib F fokus məsafəsi. Vektordan üzülü sayın. Fokus məsafəsi. Burada verilib F fokus məsafəsi. İndi deyir ki, birinci toplayıcı linzaya düşən A işıq şüası, Əla qırmızı rənglərlə göndərək. A işıq şüası. İkinci toplayıcı linzadan hansı istiqamətdən çıxar? Əla. Biz dedik ki, əgər bir-birinə paralel yerləşdirilmiş 2 dənə toplayıcı linzamız varsa, bax, toplayıcı linzanın səthinə düşən şey hardan keçməlidir? Fokusdan keçməlidir. Bu bizim qaydamız. Düzdür. Baxın, fokusdan keçəcək və eyni ilə birinciyə paralel olaraq hərəkət edəcək. Baxın, bu şəkildə. Ona görə də doğru cavabımız olacaq 2 nöqtə. Yəni, cavabımız olacaq E variantı. Keçirik 33-cü suala. 33-cü sualda nə deyilir? 33. Fırlanma periodu T. Düzdür. Sonra orbitin radiusu R deyirsə, Ay yer ətrafında hansı sürətlə fırlanar? Əla, məndən sürətin düsturunu istəyir. Yəni, çevrə üzrə bərabər sürətli hərəkətdə dövrətmə periodun düsturunu yazmalıyıq. Onda çevrə üzrə bərabər sürətli hərəkətdə dövrətmə periodun düsturu bu şəkildə olacaq. Deyirik ki, V bərabərdir. Baxın, V bərabərdir 2 pi R bölünmüş böyükdür. Belə bir cavab varsa cavabımız odur. Buna da baxırıq. 2 pi R bölünsün böyükdür. C variantındadır. Əla. Keçirik növbəti suala. 34-cü sual çox gözəl sualdır. Elektromaqnit induksiya qanunu. Deməli, deyirik ki,
Maqnetik şəkildə göstərilən istiqamətdə hərəkət etdirdikdə sarğacda M və P uclarında hansı maqnit qütbləri yaranır? Baxın, belə bir sarğacım var. Düzdür? Lens qaydasını yada salırıq, əziz şagirdlər. Lens qaydası nə idi? Lens qaydası o idi ki, dedi ki, maqniti sarğaca yaxınlaşdırdıqda, maqniti dedik sarğaca yaxınlaşdırdıqda, sarğac onu qəbul eləmək istəmir. Bax, məsələ burasındadır. Maqniti sarğaca yaxınlaşdırdıqda, sarğac onu qəbul eləmək istəmir. Amma biz maqnitin hərəkət sürətini bilirik də. Yuxarıdır, yəni sarğaca daxil olmalıdır. Maqnit onu qəbul eləmək istəmədiyinə görə bu sarğac tərəfindən bu maqniti ki itələmək istəyər. Ona görə də sarğacın bu M nöqtəsi dediyimiz anlayış hissəsində dedi ki, N qütbü olacaq. P dediyimiz hissədə isə S qütbü. Çünki biz maqniti sarğaca yaxınlaşdırmaq istəyəndə sarğac onu qəbul eləmək istəmir. Maqniti sarğacdan çıxartdıqda da maqnit onu çıxartmaq istəmir. Sarğac onu buraxmaq istəmir. Ona görə də doğru cavabımız M nöqtəsində N, P nöqtəsində S olacaq. Yəni doğru cavabımız 34-də olacaq E variantı. Ümidvaram başa düşdünüz. Keçdik, indi keçirik 35-ci suala. Deməli, 35-ci sualda 35 ideal qazlara aiddir. İdeal qazın daxili enerjisinin vahidi hansıdır? Daxili enerji O hərfi ilə işarə olunur və vahidi bircə olur. Keçdik. Yəni, normalda dedik ki, enerjinin vahidi jouldur uşaq. Geçtik indi 36-cı suala. Görək 36-cı sualda bizə nə deyilir? Deyilir ki, 36-cı sualda cəryanlı naqilin maqnit sahəsindəki elektronlar təsir edən Lorentz qüvvəsinin istiqamətini tap. Əla. Cəryanlı naqilin istiqaməti bizə verilib. Cəryan bax, bu şəkildə gedir. Düzdür? Və burada biz cəryanlı naqilin üst hissəsində bir elektron verilib və elektronun hərəkət sürəti yuxarı doğrudur. Onda biz deyirik ki, birinci maqnit induksiya xəttlərini tapmalıyıq ki, maqnit induksiya vektorunun istiqamətini tapmalıyıq ki, bu mənfi yükə təsir edən Lorentz qüvvəsini tapaq. Onda bu şəkildə deyirik. Deyirik ki, düz cərəyanlı naqil üçün maqnit induksiya vektoru sağ qaydası ilə təyin olunur. Sağ əli ilə tuturuq ki, naqil, cəryanlı naqil ovucumuza daxil olsun. Baş barmaq cəryan istiqamətində, bükülmüş 4 barmaq isə maqnit induksiya vektorunun istiqamətində olacaq. Yəni, baş barmağımı bu tərəfə qoyanda 4 barmağım bu cəryanlı naqilin yuxarı hissəsinə dəyir. Əgər 4 barmağım cəryanlı naqilin yuxarı hissəsinə dəyirsə, dedik ki, onda maqnit induksiya xəttləri yuxarı hissədə bizdən şəklə doğru, aşağı hissədə isə şəkildən bizə doğru olacaq. Əla, artıq maqnit induksiya vektorunun istiqamətini tapdıqdan sonra keçirib sola. Çünki yüklü zərrəcik maqnit sahəsinə daxil olduqda, dedik ki, ona təsir edən qüvvə Lorentz qüvvəsi olacaq. Onda indi deyəcək ki, sol əli ilə tuturuq ki, induksiya xəttləri ovucumuza perpendikulyar daxil olsun. Və uzadılmış 4 barmaq zərrəciyin hərəkət istiqamətində, baş barmaq isə Lorentz qüvvəsi istiqamətində verəcək. Ona görə də əlimizin üst hissəsi şəkildə olur. İnduksiya xəttləri çünki bizə gedir, ovucumuza daxil olmalıdır. 4 barmağımız yuxarı, baş barmağımız sol tərəfə gələcək. Yəni, baş barmağın istiqaməti sol tərəfə olacaq. Deyərik ki, baxın, bu olacaq, bizə təyin edəcək Lorentz qüvvəsini. Əla, indi bu zərrəciyin yükü mənfi yük olduğuna görə biz onu götürürük. Hansı tərəf? Mənfi yükün əksinə dediyimizə görə cavabımız olacaq sağa doğru və F Lorentz. Yəni, yadda çıxartmayın, mənfi yükün Lorentz qüvvəsi mənfi yükün əksinə yönəlir. Onda doğru cavabımız olacaq 36-da A variantı.
İndi keçirik 37-ci suala. Görək 37-ci sualda bizə nə deyilir? 37-ci sualda bizə deyilir ki, 37-ci sual. Deyilir ki, verilmiş kütləli ideal qazın bir halına, iki halına keçəndə onun daxili enerjisi və həcmi necə dəyişir? Əla, bir halından iki halına keçir. P-nin T-dən asılı qrafiki verilib, ideal qaz qanunlarına aiddir. Əla, burada deyirik ki, bir nöqtəsi, burada verilib ki, iki nöqtəsi. P ilə T düz mütənasibdirsə, əziz şagirdlər, P ilə T düz mütənasibdirsə, onda biz Mendeleev-Klaperon tənliyindən istifadə edərik. Mendeleev-Klaperon tənliyi PV bərabər ideal qazlar üçün nÜ/T-dir. Baxın, normalda yəni daha rahat olsun deyə, biz deyirik ki, sabit olanları çıxırıq. Yəni, sabit olanlar hansıdır? NÜ/R ilə sabitdir. Əgər P ilə T düz mütənasibdirsə, demək ki, V sabitdir. Çünki izoproseslər nədir? Verilmiş makroskopik parametrlərdən, makroskopik parametrlər dediyimiz anlayış P, V və T-dən söhbət gedir. Bu üç dənədən biri sabit qalmaq şərti ilə digər ikisinin dəyişməsi izoproses adlanır. Onda birdən ikiyə keçid prosesində deyərik ki, P ilə T hər ikisi dəyişdiyi üçün, P də dəyişir, T də dəyişdiyi üçün, onda deyərik ki, V sabitdir. Deməli, proses nədir? İzoxor prosesdir. Deməli, həcm sabit qalır. V bərabərdir konstant. Və daxili enerjini biz nəyə görə tapırıq? Daxili enerjini isə biz temperatura görə tapırıq. Birdən ikiyə keçid zaman temperatur azaldığında, uşaqlar, temperatur azaldığında, onda bu zaman deyirik ki, daxili enerjisi nə olar? Azalar. Baxırıq indi variantlardan, daxili enerji azalar, həcm isə sabit qalar. Burada 37-ci sualın cavabı D variantı. Keçirik 38-ci suala. Deyilir ki, üfüqi səth üzrə yalnız sürtünmə qüvvəsinin təsiri altında düz xətli hərəkətlə cismin sürətinin cavabına asılı qrafik verilmişdir. Sürtünmə əmsalını tap. Əla, yalnız sürtünmə qüvvəsinin təsiri ilə hərəkət edir. Bax, bunu bizə işarə olaraq verir. Sürtünmə qüvvəsinin təsiri ilə əgər cisim hərəkət icra edərsə, getdikcə cismin hərəkət sürəti azalır və cisim sonda dayanır və başlanğıc sürəti 18-dir, son sürəti də 9-dur. Bax, bu 9 olan son sürəti 0-dır, üzr istəyirəm. Və son sürətin 0 olan hissədə sərf olunan zaman 9-a bərabərdir. Bu da bizə verir nəyi? Tormuz müddətini. Deməli, qrafikdə verilənlərə fikir versək, tormuz müddətini bizə verilib 9, başlanğıc sürəti verilib 18. Onda bu zaman dedik ki, sürtünmə əmsalını tapırıq, nü bərabərdir sual. Onda bizim tormuz müddətinin düsturumuz necədir? T tormuz bərabərdir V0 bölünmüş mü vurulsun J. Və buradan biz münü tapsaq, mü bərabərdir səliqəli yazım, mü bərabərdir V0 bölünsün J vurulsun T tormuz. Bu zaman dedik ki, V0'ımız 18, J'miz biraz. Mü bərabərdir. V0'ımız 18, J'miz isə 10'dur. Vurulsun, T'də 9'dur. Cavab eləyər 0.2. Deməli, sürtünmə əmsalının qiyməti 0.2'dir. 38'də cavabımız B bəndi. Keçirik indi 39-cu suala. Görək 39'da bizə nə deyilir? 39-cu sualda qəşəng suala oxşuyur. Mexaniki rəqslər var, dalğalara aiddir. Yaydan asılmış cismin kütləsini 4 dəfə azaltdıqda M1 bölünsün M2 bərabərdir 4 dəfə azaltdıqda onun rəqs periodu necə dəyişir? T2 bölünsün T1 bərabərdir suala. T2 bölünsün T1 və ya T1 bölünsün T2 heç bir önəmi yoxdur. Əsas odur ki, düsturu yazaq. Dedik ki, periyod bərabərdir 2pi yaylı rəqqas üçün. Söhbət yaydan asılmış cismin kütləsini deyir. Yay elastik yaydır. K'sı eyni olacaq. K bərabərdir konstant. K eynidir. Onda T bərabərdir 2pi kök altında M bölünsün K'dır. Uşaqlar, bax, burada diqqətli olun. Çox uşaqlar K bölünsün M yazır. K bölünsün M tezlikdə, bir də dairəvi tezlikdədir. Periyodda isə M bölə K'dır. Onda bu zaman deyirik ki, T2'nin T1'ə nisbəti
bərabərdir kökün altında M2'nin M1'ə nisbəti. Baxın uşaqlar. İndi bizə verilən nədir? M1 bölünsün M2 olduğundan elə biz bunu dəyişib T1 bölünsün T2 də yaza bilərik. Yəni heç bir önəmi yoxdur ha onun. Yəni eyni bir şey alarıq. Sadəcə işimiz daha rahat olsun deyə. T1 bölünsün T2 bərabərdir M1 bölə M2. Onda T1 bölünmüş T2 bərabərdir kök altında M1 bölə M2'ni 4 verdiyinə görə 4 yazırıq və bu da kökdən çıxacaq. Deyəcək ki, cavabımız T1 bölə T2 bərabərdir 2 olacaq. Bir fiziki kəmiyyətdir uşaqlar. Birinci qiymətini ikinci qiymətə bölürüksə, bu bizə həmin fiziki kəmiyyetin azalmasını bildirir. Ona görə də 39-cu sualda periodumuz 2 dəfə azalmış olar. Yəni 39-cu sualımız A variantıdır. Keçirik indi 40-cı suala. 40'da deyilir ki, maqnit sahəsinin maqnit əqrəbin göstərdiyi yönəldici təsirə görə hansı fiziki kəmiyyətin istiqamətini təyin olunur? Əslində çox rahat, qəşəng sualdır və biz bunu bilirik ki, maqnit əqrəbində bir şimal qütb var, şimal qütb, bir də cənub qütb, düzdür, NS. Şimal qütbün istiqaməti, əziz şagirdlər, B induksiya vektorunun istiqamətini verir. Ona görə də maqnit induksiyası vektorunu götürərik. Qutardı getdi. Onsuz da söhbət maqnitdən gedir. Yəni burada indi Lorentz qüvvəsini də bəzi maqnit olduğuna görə deyərsək, yəni Lorentz qüvvəsini də seçə bilərdik. Yox uşaqlar, baxın maqnit sahəsinin induksiyasını verir. Lorentz qüvvəsi yüklü zərrəciyə təsir edir də. Burada da ən əlverişli variant 40 variantıdır ki, yəni burada səhv eləmək olmaz. Elə başlayan kimi elə maqnit sahəsinin birinci başlayanda elə bunu öyrənirik. Keçirik indi 41-ci suala. 41-ci sualda görək bizə nə deyilir? Deyilir ki, hansı şərt ödəndikdə sxemdəki lampanın közərməsi maksimumlar? Baxın, bizə verilib ki, bax, dəyişən cəryan dövrəsi. Yəni burada baxın sarğac var, lampa var, bir də kondensator var. Yəni bu bizə dəyişən cəryan dövrəsində tam dövrəni verir də. Yaxşı, I bərabərdir O bölünsün Z düsturumuz var idi. Yəni Z tam müqavimətidir. Bu kondensatorun müqaviməti X, tutum müqaviməti deyirik. Bu aktiv müqavimətdir R, bu da sarğac qoşulmuş müqavimət, sarğacın müqaviməti XL-dir. Aha, onda bu zaman deyirik ki, tam müqavimətin düsturu Z bərabərdir kök altında R kvadratı plus XL çıxılsın XC-nin kvadratı. Əla. Cəryan şiddətini I bərabərdir. Biz bilirik ki, O bölünsün Z olduğuna görə və dedik ki, Z-in yerinə də bu yazdıqlarımızı əvəz eləsək, kökün altında R kvadratı üzərinə gəl, XL çıxılsın XC-nin kvadratı. Bu isə onu bildirəcək ki, məxrəcimiz nə qədər az olarsa, cəryan şiddətimiz bir o qədər dəfə çox olar. Ona görə də XL-im XC-yə bərabər olanda məxrəc minimum qiymətə düşür. Onda bu zaman cəryan şiddəti maksimum olacaq. Onda 41-ci sualda götürərik ki, induktiv müqavimət tutum müqavimətə bərabər olduqda cəryan maksimum olur. Yəni doğru cavabımız bu bəndi. Bu da qəşəng sual idi. Keçdik 42-ci suala. 42-ci sualda bizə nə deyilir? Deyir ki, bir dənə uran nüvəm var. 92, 238 izotopu neçə ədəd və hansı zərrəci buraxılmalıdır ki, 92, 235 izotopu alınsın? Əla. Deməli, alınmalıdır 92, 235. Aha, dedi ki, kütlə ədədi dəyişməyib. Kütlə ədədi dəyişməyib. Üzr istəyirəm, protonların sayı dəyişməyib. Protonların sayı dəyişmədiyi üçün, deməli, alınan zərrəciyin bu proton sayında 0 olmalıdır. Düzdür. Amma əziz şagirdlər, baxın, kütlə ədədi 3 vahid azaldı. Onda deyərəm ki, bu neytrondur da. Amma neytron neçədə də neytron olmalıdır?
neçə dənə neytron olmalıdır? 3 vahid olduğu üçün, 3 vahid azaldığı üçün burada 3 yazırıq. Qutardı getdi. Deməli 3 ədəd neytron alınmalıdır ki, 3 ədəd neytron alınmalıdır ki, uran 92-235 alınsın. Yəni doğru cavabımız 3 ədəd proton, 3 ədəd proton, proton deyirəm, neytron. Üzülürsən, 3 ədəd neytron. Yəni doğru cavabımız 42-də D variantı. İndi keçirik 43-cü sual. 43-cü sualda deyirik ki, bir elektroskopum var. Elektrik yüklərini müəyyən etmək üçün təyin olunur, istifadə olunur daha doğrusu və bu da səhvdir. Bura müsbət yükü neynədim? Toxundurdum mu, yoxsa yaxınlaşdırdım mı? Deyir ki, müsbət yüklənmiş cisim yüksüz elektroskopa. Yüksüz elektroskop əziz şagirdlər o deməkdir ki, məsələn, burada məsələn 5 dənə müsbət yük var. İndi 2 dənə deyək. 2 dənə də mənfi yük olsun. Yəni müsbət və mənfi yüklərin sayları bir-birinə bərabərdirsə, müsbət və mənfi yüklərin sayları bir-birinə bərabərdirsə, onda bu zaman deyirik ki, bu elektroskop yüksüz elektroskopdur. İndi bu müsbəti buna yaxınlaşdırdıqda müsbəti itələyir. Ona görə də elektroskopun fərəqləri olacaq müsbət yük, amma elektroskopun başlığı yüklənər. Necə yüklənər? Mənfi yüklə. Qutardı getdi. Deməli deyir ki, elektroskopun kürəsi və vərəqlərində uyğun olaraq yaranan yükləri müəyyən edin. Birinci elektroskopun kürəsidir. Kürəsi mənfi yük, ikincisi isə müsbət. Yəni 43-cü sualda D bəndi. Keçirik 44-cü suala. 44-cü sualda bizə nə deyir? Deyilir ki, müəyyən kütləli civənin temperaturunun onun aldığı istilik miqdarına asılı qrafiki verilmişdir. Civənin yalnız qızmasına. Baxın, əziz şagirdlər, T-nin Q-dən asılı qrafiki verilib. Düzdür? Baxın, bu civə 27 dərəcə Selsidən başlayır, yavaş neynəməyə? Qızmağa 327-yə qədər. 327-yə qədər qızacaq. Aydındır. İndi əgər 327-yə qədər qızarsa, 370-yə qədər 327-dən 327-yə qədər sərf elədiyi istilik miqdarı yalnız onun qızmasıdır. Yəni bu qara markerlə göstərdiyim hissə, qızma hissəsi budur. Bizdən nə deyir? Altından xətt çəkmək lazımdır. Civənin yalnız qızmasına sərf olunan. Yalnız qızmasına 0-dan 9-a qədər gəlmişəm də 9 kilojoule. Qutardı getdi. Baxın görürsünüz. Necə rahat sualdır. Üzr istəyirəm. Yalnız civənin qızmasına yox, qaynamasına, bağışlayın. Yalnız civənin qaynamasına. Mən səhv oxudum. Deməli, qızma hissəsi elə 9-dur, bəli. Qızma hissəsi 9-dur, amma bizdə qaynaması dedik. Qaynama olan hissədə, yəni sualı mən diqqətlə oxumadım. Yalnız qaynaması olan hissə, qaynayan hissə buradır. 9-dan 69-a qədər. Onda dedik ki, 9-u qızmasıdır. 9-dan 69-a isə qaynamasıdır. 69-dan deməli 9-u çıxsam mənə nəyi verər? 60-ı verər. Diqqətsizlik elədik uşaqlar. Əla. Onda 69-dan 9-u çıxsaq bizə verəcək nəyi? 60-ı. Yəni doğru cavabımız olacaq E variantı. Əla. Bu da oldu 44-cü sual. Keçirik indi 45-ci suala. Görək 45-ci sualda bizə nə deyilir? Qazın iyonlaşma enerjisinin elektronun sürətinə asılı qrafiki necə dəyişir? Baxın uşaqlar. İyonlaşma enerjisi nədir? İyonlaşma enerjisi katodun səthindən elektron qopara bilməyim üçün göndərdiyim şüaların enerjisidir. Və katodun səthində, burada bu katodda, bu iyonlaşma enerjisi deyərik ki, bu şüşə bir balondur. Buradan işıq şüaları gəlib düşür bunun səthinə. Elektronu ayrılır və bu ayrılan elektron sağa doğru hərəkət edərək vakuumda elektrik cəryanı əmələ gəlir.
Aha, bu iyonlaşma enerjisi dedik ki heç bir fiziki kəmiyyətdən asılı değildir. Heç bir fiziki kəmiyyətdən asılı olmadığı üçün cavabımız budur. Qurtardı getdi. Yəni, çox fikirləşmək olmaz. Davam eləmək lazımdır. Keçirik 46-cı suala. Cismin mayedə çəkisinin ona təsirlə Arximed qüvvəsinə asılı qrafiki verilmişdir. Əla. Cismin vakuumdakı çəkisini müəyyən elə. Çox qəşəng sualdır. Güzel. Biz bilirik ki, cismin mayedəki çəkisi havadakı çəkisindən, yəni yer səthindəki çəkisindən Arximed qüvvəsi qədər azdır. Arximed qüvvəsi qədər azdır. Və mənim düsturuma baxın. P bərabər P0 çıxılsın F Arximed deyil. P'nin elə F Arximedə baxın nə gözəl sualdır. Heç vaxt aparmayan bir sualdır. Ha. Başlandığım hissə mənə nəyi verdi? P0'ı verdi. Bu hissəm də 8'dir. Əla. Deməli, başlandığı hissənin P0 olan hissədə qiymət olaraq nə göstərilib bizə? 8. Qurtardı getdi. Onda P0'ın bərabərliyi 8 Newton. Məndən nə istəyir? Cismin vakuumdakı çəkisi. Cismin vakuumdakı çəkisi deməli neçə Newtondur? 8 Newton. Yəni 46-cı sualımız E variantı. Qurtardı getdi. 47-ci sual. Dedi ki, elektromagnetik dalğası şüalandıran nöqtəvi mənbədən 1 kilometr məsafədən şüalama selin sıxlığı, əla. Şüalama selin sıxlığı i-dir uşaqlar. I bərabərdir P bölünsün S. Baxın, əgər bilmirsə düsturu, bir balaca vahidə də baxın. Vahidə nə verilib bizə? Watt bölünsün metrin kvadratı. Watt nəyin vahididir? Gücün. Metrin kvadratı səthin sahəsi. Aha, burada səthin sahəsini götürmürük. Sferanın sahəsini götürürük. Görə gələ bizə lazım olacaq mı bu? Baxaq. Deyirik ki, I bərabərdir P bölünsün S və düsturumuz bu şəkildədir. Və mənə məsələdə nə deyir? I bərabərdir 2/5 vurulsun 10 üzərində -3 Watt bölünsün metrin kvadratı. Açıq sualdır, çox qəşəng. Mənbəyin gücünü hesabla. P'ni də verib ki, əla 3'dür. Deməli lazım olacaq. Nöqtəvi mənbədən dedi ki, R bərabərdir 1 kilometrim olacaq 1000 metrim. Bizdən nəyi istəyir? Gücünü istəyir. P bərabərdir sual. Onda biz bilirik ki, I bərabərdir P bölünsün S olduğuna görə. Əziz şagirlər, P'ni buradan tapsaq, P bərabərdir nə olacaq? I vurulsun S. İ'ni qoy intensivlik kimi yazım. I vurulsun S. Əla. Onda deyərik ki, i'miz var. S'in yerinə nə yazırıq? I vurulsun 4 pi r kvadratı. Hər şeyimiz var. I bərabərdir. İ'miz 2/5 vurulsun 10 üzərində -3. 4 qaldı yerində 3. 1 kilometrin kvadratı. 1 kilometrin kvadratı yəni 10 üstü 3 eləyir. 10 üstü 3'ün də kvadratı 10 üstü 6 eləyir. Onda P bərabərdir. 2/5'i 4'ə vuranda əziz şagirlər 10 eləyir. Onu da 3'ə vuranda 30 eləyir. Düzdür? 30 vurulsun 10 üstü -3 ilə 10 üstü müsbət 6'nı 10 üstü müsbət 6'dır bu. 10 üstü -3 ilə 10 üstü müsbət 6'nı əsaslar eyni üstlər toplanılır deyə 10 üstü 3 qalır. Düzdür? Bu da bizə verir nəyi? P bərabərdir 30 kilovatı. Mənə nə deyir? Mənə deyir ki, cavabı kilovatla ifadə elə. Ona görə də cavabım 30 kilovatdır. Qurtardı getdi. İndi keçirik 37-ci suala. Üzr istəyirəm, 48-ci suala. 48-ci sualda bizə nə deyilir? Deyilir ki, 48-ci sualda hansı ifadələr doğrudur? Cəryan mənbəyinə rezistor qoşulmuşdur. Bir cəryan mənbəyim var. Bu olsun müsbət, bu olsun mənfi. Və buna rezistor qoşdum. Əla, R qoşdum. Əgər bu rezistoru paralel olaraq ikinci belə bir rezistor qoşsaq, bu rezistora paralel olaraq ikinci belə bir rezistor qoşsaq, onda şəklimizi belə göstərək. R, bir də R, düzdür. Aha. Paralel olaraq ikinci belə bir rezistor qoşularsa, əla. Hansı nə dəyişər, nə dəyişməz. Yəqin ki, dövrəmizi bu şəkildə qurduq. Biraz şəkildə bu şəkli
Təzədən çəkək. Sualı axıra qədər oxumadım. Aha, baxın, belə bir rezistor var. Düzdür. Burada da belə bir rezistor var. Əla. Qoşmuşuq bir cəryan mənbəyinə. Çox qutardı getdi. Burada ampermetr də biz qoşa bilərik. Açar da qoşa bilərik. Yəni fərqi yoxdur. Bu rezistoru ölçən, rezistorun müqavimətini ölçən gərginlik də qoşa bilərik. Yəni voltmetr. Belə. Bura müsbət, bura mənfi. Aha. Mənbə EHG yalnız mənbəyə aiddir. Sən ora nə qədər müqavimət göstərirsən, göstər. Nə qədər müqavimət, paralel, ardıcıl, dəxli yoxdur. Nə qədər qoşursan, qoş. Bu yalnız mənbəyin EHG-sidir. Ona görə də mənbəyin EHG-si heç vaxt dəyişməz. Birim düzdür. Keçirik indi 2-yə. EHG artar, artıq 2 çıxdıq. Çünki dəyişməzi götürdük. Xarici müqavimət. Əla. Dövrənin xarici müqaviməti, bax, daxili müqavimət var, bir də xarici müqavimət var. Xarici müqavimət, bax, R olan hissədir, böyük R olan hissə. Əla. Əvvəl dövrədə R1 bərabərdir R qədər müqavimət var idi. Paralel qoşulanda müqavimətlər əks olaraq toplanılır. Yəni, 1 bölünsün R paralel bərabərdir 1 bölünsün R1 bərabərdir 1 bölünsün R plus 1 bölünsün R olar. Yəni, birinci halda müqavimətim R-dirsə, ikinci halda ümumi müqavimətim R bölə 2 oldu. Aha, müqavimətim nə oldu? Azaldı. Deməli, baxırıq indi müqavimətin azalır olan hissə 1, 4, bir də baxırıq nəyə? Tam dövrədəki cəryan şiddəti artar. Tam dövrədəki cəryan şiddəti. Qapalı dövrədəki cəryan Ohm qanunu böyük yer I bərabərdir. Epsilon bölünsün böyük yer plus kiçik yer. Əla. Dəyişməyənləri deyək. E dəyişmədi. Kiçik R, yəni mənbəyin daxili müqavimət dəyişmədi. Xarici müqavimət azaldısa, cəryan şiddəti nə olur? Artır. Deməli, 1, 4, 5 doğru cavabımızdır. Keçirik indi 49-cu suala. 49-cu sualda bizə nə deyilir? Qüvvələrin əvəzləyicisinin modulunu istəyir. Əla. Baxırıq, əziz şagirdlər. Bizə verilmiş qrafikdə, bir də grafiki çəkmək istəmirəm, elə burada hazır bu deyim. F1x. F1x x oxunun əksi istiqamətinə gedir. X oxunun əksi istiqamətinə getdiyinə görə F1x-in mənfi 1-dir. Amma F1 y-in bərabərdir. Sondan əvvəlkini çıxdığımıza görə 4-dən 1 çıxanda 3 eləyir. F1x-in var. F2x-ə baxırıq. F2x 3-dən 2-ni çıxırıq. Elədi 1 Newton. F2y bərabərdir. Deməli, sondan əvvəlkini çıxırıq. Bu da elədi 3 Newton. Düzdür. Əla. Əvəzləyici qüvvəni istəyir məndən. Əvəzləyici qüvvədə tapmaq üçün birinci Fx-i tapmalıyam. Fx bərabərdir F1x üzərinə gəl F2x. Fy ilə tapa bilərik. F1y üzərinə gəl F2y. Mən biraz tez yazıram. İndi baxırıq indi. F1x-in mənfi 1, F2x-in 1. Onda mənfi 1-in üzərinə 1 gələndə Fx-im nə oldu? Sıfırlaşdı. F1y-imdə 3-dür, F2y-imdə 3-dür. Cavab elədi. Fy bərabərdir 6. Onda F əvəzləyici vektorda bərabərdir kök altında Fx-in kvadratı üzərinə gəl Fy-in kvadratı. Onda F əvəzləyici vektor bərabərdir 0 üzərinə gəl 6-nın kvadratı və əvəzləyici vektor olacaq. Əvəzləyici qüvvə olacaq 6 Newton. Yəni 49-cu sualın cavabı 6 Newton və 50-ci sual. 50-ci sualda görək bizə nə deyir? 50-ci sualda uyğunluğu müəyyən edin. Baxın, bizə verilib bir cins elektrik sahəsi nə qəşəng? Bir cins elektrik sahəsi. Bir cins elektrik sahəsində biz bilirik ki, intensivli xətləri, əziz şagirdlər, müsbət yükdən başlayır, mənfi yükdə bitir. Qutardı getdi. Elə əsas hissə budur. İndi dedi ki, hərəkət edən proton. Proton necə yüklüdür? Müsbət yüklü. Sağa doğru hərəkət edir, müsbətə yaxınlaşır. Onda burada elektrik sahəsi tərəfinə yaranan qüvvə F qüvvəsi onu itələyəcək və ya sağ tərəfdə mənfi onu cəzb eləyəcək özünə doğru.
və birci sahə olduğu üçün hərəkət bərabər üzr istəyirəm. Hərəkət bərabər təcillidir. Bircik elektrik sahəsi olduğundan hərəkət bərabər təcillidir. Qüvvə və sürət əks istiqamətdə olduğuna görə dedik ki, bərabər yavaşyandır. Qutardı getdi birinci proton olduğu üçün proton. Deməli birinciyə gedəcək düz xətli bərabər yavaşyan hərəkət. Birinci olacaq A. Sonra təcil vektoru ilə intenzil vektoru dedi ki, təcillə intenzil vektor eyni istiqamətdir. Bəli. Baxaq. Çünki qüvvə hansı tərəfsə, təcil də o tərəfdir. Aydındır. Qüvvə və təcil eyni istiqamətdə yönəlib. Deməli, həm də uyğundur C. Başqa nə uyğun ola bilər? B uyğun deyildi. Bərabər sürətli xeyr, azalan təcili Y ümumiyyətlə heç birinə getməz. Y-ni heç birinə qoymalıq. 2-yə keçirik. 2-də bizə deyir ki, bu hansı zərrəcikdir? Elektron. Elektron yenə sola doğru gedir. Aha, mənfi müsbətə doğru gedir. Qüvvə onu cəzb eləyəcək və bu hərəkət qüvvə ilə sürət eyni istiqaməti olduğuna görə bərabər yeyinləşən deyirik. Ona görə düz xətli bərabər yeyinləşən hərəkət B və təcillə intensivlik vektoru əks istiqamətdə yönəlir. Belə bir variantımız varmı? Yox, yoxdur. Əla. Üçüncüyə baxırıq. Üçüncü nədir bəs? Neytron. Əla. Neytron kütləsi olan zərrəcikdir. Amma yükü yoxdur. Yükü olmadığına görə elektrik və maqnit sahəsində bu meyl etməz. Yəni, hərəkətə düz xətli bərabər sürətli olaraq davam edir. Ona görə də üçüncü deyirik nə? Düz xətli bərabər sürətli D variantı. Yəni, 1-ə uyğundur A, C, 2-yə uyğundur B, 3-ə uyğundur D variantı. Əla. Oldu bu qədər. Deməli 2018-ci ilin tapşırıqları idi, qəbula düşən tapşırıqlar idi. Hər birinizə uğurlar arzu edirəm. İnşallah bu iki imtahanda yüksək nəticələri əldə eləyərsiniz. Sağ olun. Növbəti izahda görüşənədək.